Əslində Seyid Əzim, üzr istəyirəm, zahid deyəndə bilirdi nə deyirdi, digər böyük klassiklər zahid deyəndə bilirdilər nə. Amma bəzən görürsən ki, indi rast gəlirik, siz əslində gözəl bir mövzuya toxundunuz. Baxırsan ki, bir gənc şairdir, 17, 18, bəzən 16 yaşı var. Sürüyür zahid, heç bilmir ki, zahid kimdir, nədir? Həqiqətən qıradan baxanda görürsən ki, necə ağzına gələn adamın adı zahiddir deyə bu cür nə istifadə eləyir falan. Hə, əlbəttə ki, yəni deyəndə də gərək, sözü deyəndə gərək, zahid üçün nə deyir şey? Sabir sübut eləyə, aç dilivi, yum gözüvi, zahida, vir doxu heç anlama mənasını. Guşe-i xəlvətdə oturma kişi, bilmə haqın guşədə məvasını. Qasdın əgər yarısə gəl göstərin, varsa gözün eylə tamaşasını, qeysə əbəs vurma cünun namını, görməyərək surət-i leylasını və yaxud zahida gəl çaraq bir kərə paltarımızı. Zahida gəl soyunaq bir kərə paltarımızı, çaraq zahirə batindəki əfkarımızı, pişgâhi nəzəri xəlqə tutaq varımızı. Bəlkə onlar görə təhqiq eləyə karımızı. Hər kimin ağı qarayı isə utansın balam. Bəlkə illərcə yatanlar qoy oyansın balam. Yəni, gəl işlərimizi qoyaq ortalığa. Həsən boş-boşuna zahidi pisləyirsən, sən nə işi qoyacaqsan ortalığa? O özünə arxayındır deyir ki, gəl eşqə gəl. Füzuli demir ki, ya, məhəbbət ləzzətindən bixəbərdir zahidi qafil. Demir ha, məhəbbətin ləzzətindən xəbəri yoxdur. Yox, məhəbbətin ləzzəti zahidi neyniyib, qafil eləyib. Məhəbbət ləzzətindən bixəbərdir. Məhəbbətin ləzzəti ilə məşğul olduğuna görə zahid qafil olub. Gəl eşq aləminə, eşqi başqadır, məhəbbət başqadır. Ləzzət başqadır, zövqü başqadır. Bütün bunların hamısı göstərir ki, dərəcə-dərəcə qalxdıqca yuxarı dərəcənin adamı, o da təkəbbürdən deyil. Bu iş belə işdir ki, burada, bu məsələdə düzgün ünvanı göstərməlisən. Eşqdir hər nə varsa aləmdə. Elmi bir qeyli-qalimiş ancaq. Elm bənziyir bir dənə nərdivana, nərdivandan məqsəd yuxarı qalxmaqdır. İrfanda da biz dedik ki, yuxarı qalxanın aşağıda işi yoxdur. Aşağı düşə bilməz. Düzgün deyir aşağı düşmək. Könül səccadəyə basma ayaq, təsbihə əl vurma. Bəli, bizim. Nə başıma vardım? İstir belə, istir hələ bütün ariflər deyirlər ki, məsəl üçün tezə-tezə bu işə qalxanda deyir ki, mən məsciddən uzaqlaşdım. Məsciddən mən zinhara gəldim. Məsciddən qaçdım, meyxanəyə tərəf getdim. Amma tam yetişəndən sonra əsl o arif üçün fərq eləmir. Həqiqət əhli olandan sonra, eşq aləminə düşəndən sonra onun məscidlə meyxananın fərqi yoxdur. Tezə-tezə qalxanda məscidlə meyxanədə fərq qoyurlar. Füzuli deyir ki, məsəl üçün, fərq qılmışsan Füzuli, məscidi meyxanədən. Fərq eləmişsən. Səhvmiş ol kimsəni, biz əhli irfan bilmişiz. Biz sənə arif bilirdik, sənin üçün fərq var. Nəsimi deyir, əhli haqq fərq etmədiyi məscidləri meyxanədən. Həqiqət əhli üçün artıq budur. Amma bu yolu ki, hələ gedir, hələ başlayır zahidlə vuruşmağa. Zöhdlə yox, zahidlə ki, sən təhrif eləyirsən. Sən əgər haqq yolunun yolçusansa, zöhdə ilişib qalmamısan. Zöhd şəriət yoludur. Peyğəmbərimiz gətirməyib dini ki, sən ancaq şəriət işi ilə məşğul olasan. Səni gətirib ki, orada o pelekan kimi ondan istifadə edib yuxarı qalxasan. Bəli, şəriət qalır öz yerində. Plekan-plekanlığında qalır. Hələ bir ki, ibtidai sinif qalır öz yerində. Kim deyir ki, əlifba pisdir? Elm öyrənən əlifbadan başlamalıdır. Amma bir ömür əlifbada qalmaq nədir? Məcnunla Leylinin söhbətində ki, İbn Salam rəhmətə gedir, Leylinin iddəsi çıxır, gəlir, səhrada Məcnunla görüşəndə deyir ki, mənə görə dəli olmamısan, gəl qovşaq da, mən camı tutum əlimə ki, al, sən durmayasan ayağa filhal. Məcnunun cavabı həmən bu məsələdir. Deyir, əvvəl bu işi qılanda bünyad, mən tiflidimi zamanə ustad,
etmişdi məni sənə müqəyyəd, bağlamışdı. Güya oxudurdu dərsi əbcəd. Şimdi bulubam kəmal hasil əbcəd səbəqin oxurmu kamil. Tezdən mən qaydım əlifbaya mən. Mən qalxmalıyam axı yuxarı. Bura mənnidir. Artıq daha da inkişaf eləyəndən sonra, yuxarıya qalxandan sonra o adamı tənqid eləyir ki, zahidi tənqid eləyəni. Meyxanəni məsciddən üstün bilən ki var, şəriətdən qalxmışdı ya, o təriqəti ya. Oraya gəlib xanın özünü tənqid eləyir ki, fərq qılmışsan Füzuli məscidi meyxanadan. Sən hələ bilirsən ki, ya meyxana məsciddən üstündür. Əslində heç bir fərqi yoxdur. O həqiqət əhli içində artıq. O seyr-i sülük var, əvvəl xalqdan haqqa seyirdi. Sonra həqlə bir yerdə haqqa seyirdi. Sonra həqdən xalqa seyirdi, salət daşıyırsan. Sonra imamətdir ki, həqlə xalqın arasında. Artıq o sonuncu məqamda əhli haqq fərq etmədiyi məscidləri meyxanadan. Hər yer mənim üçün hələ mən hara düşdüm, oranı başlayıram. Əvvəl pak, adi bir şəriətdən götür də. Məsələn, bu taxta pakdır. Və salam ələ, bu pakdır və salam. Amma su isə həm pakdır, həm də pak edicidir. Artıq orada axırıncıdan ki, aşağı gəlirsən, haqqı götürüb gəlirsən xalqın arasında. Necə İmam Peyğəmbər üçün nə deyirlər? Deyir, onlar gəzən həkimdirlər, təbibdirlər. Gəzə-gəzə, danışa-danışa müalicə edir.